Bayramların şahı, süfrələrin bəzəyi, dadı və ləzzəti ilə dillərinə dastan olan plov hazırlayırıq. Məncə bayramın ən özəli məhz plovdur. İndi isə keçək plovu hazırlamağa. Bir çox plov növləri var, amma düşünürəm ki, Azərbaycanın ən dadlı plov növü məhz qaralı plovdur. Düyünü ilıq duzlu suda gözlədirəm. Yarım saat gözlətdikdə bu arada aşın qarasını hazırlayarıq. Qara üçün soğanı lay-lay uzun şəkildə doğrayıb yağ soğanda qızardırırıq. Qovurulan mağa yaxın üzərinə duz, istiot, sarı kök əlavə edib qarışdırırıq. Hazır olan soğanı ocağın üzərindən götürüb başqa tavada qaynatdığım şabalıdı qovururam. Şabalıd qovrulduqdan sonra yığıb həmin qabda yuduğum alça qurusu, ərik və kişmiş qurusunu da qovururam. Qaynatdığım əti qazanın dibinə töküb üzərinə qovurduğum şabalıd, ərik, kişmiş və alça qurusunu əlavə edib ən üstə isə qızardılmış soğanları əlavə edirəm. Ətin suyundan da əlavə edib ocağın ən vam gözündə qaynamağa buraxıram. Düyünün nişastası axana qədər yuduqdan sonra qaynayan suya əlavə edib yarı bişənə qədər bişirirəm. Yarı bişdikdə düyünü süzürəm və digər qazanda qazmaq üçün hazır yuxadan istifadə elədim. Daha sonra isə süzdüyümüz düyünü bura əlavə edib zəfəranlı su və yağ gəzdirirəm üzərinə. Üzərinə yuxa əlavə edirəm. Yuxanın üzərindən isə deşiklər açıram. Üzerini mətbəx dəsmalı ilə örtüb təxminən 1 saat müddətində dəmə qoyuram. Vamodda dəm aldıqdan sonra bizim çox ləzzətli plovumuz hazır. Həqiqətən dadı möhtəşəm, çox ləzzətli plov. Düyüsü dəndən, əti pambıq kimi rəngi çox möhtəşəm olan plovumuz hazırdır. Siz də bayram süfrələriniz üçün hazırlayıb nuş edə bilərsiniz. Yeni il hər birimizə düşərli gəlsin. İnşallah 2026-cı il süfrələrimizə bərəkət, evimizə sağlıq, huzur, sevgi gətirsin. İzlədiyiniz üçün təşəkkür edirəm. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Hələlik.